Qapını Aydın Bayramov qoruyur 13 nömrə. Kapitan Qismət Aliyev 32, 8 İsmail İbrahimli, 11 Rüstəm Əhmədzadə. Start bitdi və maç başladı. Sol cinaha doğru. Çatdırır özünü burada. Cibrila ötürməsini verir. Uçik'in zərbəsi alınmadı. Mübarizə davam edir və uzaqlaşdırır topu Sabah futbolçuları. Papunaşvili, Ruan Renato. İsmail. Uçik. Papunaşvili. Ciddi qüvvə ilə gəlib zirə. Papunaşvili yoxluyur Papunaşvili və çərçivəyə ilk zərbə bu maçda. Qapı dilinə tuş gəlmişdi həmin zərbə. Səbaillə oyunda. Və bu maçda da çərçivəyə ilk zərbə məhz Rahman Aliyev. Ötürmə keçmir. Sekidika. Xəyal. Bu da alınmır. İndi zərbə uzaqdan və top qapıdadır. Gol! Bir də yarmağa çalışdılar. Alınmadı uzaqlaşdırılan top. Burada Uçik'e top çatmır. Elə keçirir burada. Zərbə. Ayron Gomis'dən. Qismətin ötürməsi. Xəyal Əliyev burada asistentlik etdi. Volkova və Zirə hesabı bərabərləşdirir. Gəlin təkrarı gözləyək. Tam dəqiq bilmək üçün Xəyal Əliyevdən getdi. Top toxundu mu? David Volkov. Gəlin izləyək. Standart vəziyyət. Qismətin ötürməsi Xəyalın. Bəli, burada səhv etmirəmsə toxundu. Xəyal burada başla topu uzaqlaşdırmaq istəyərkən Volkova istiqamətləndi. Top geridən gəldi David. Ümumiyyətlə onu bağlayan yox idi burada. Sabah futbolçuları bu standart vəziyyətdə yaxşı bölüşdürmədilər rəqib futbolçuları. Və David Volkov hesabı bərabərləşdirir. Sabah 1, Zirə 1. Ötürmə gəlir Qismət Aliyevdən. Uzaqlaşdırılan top zərbə qapıya. Qapıdan yan keçir Aka. Lepinitsa indi cinahdadır. Ötürməsi qapı qarşısına. Safranko və gol! Yox, oyundan kənar vəziyyət. Volkov. Suma özünü çatdırır. Suma'nın zərbəsi çərçivəyə. Pakatilov yerindədir. Sabah Səbail Neftçini qəbul edir. 16-0-0'da. İndi gəlinizdə Eldar Quliyevin zərbəsi Nogueira. Bugün əladır Nogueira. Anatoli Nuriyev. Nuriyev pauza edir. Ötürür cərmə meydançasına. Uzaqlaşdırır Gomis. Amin Seydiyev və maçın final fiti səslənir.